Tanış olun, bu Tsutomu Yamaguchi'dir. Bəşər tarixində hər iki atom bombası hücumundan sağ çıxan rəsmi olaraq tanınan yeganə şəxs. 6 avqust 1945-ci il Yamaguchi işgüzar səfərdə Hiroşimada idi. O, ilk bombanın atıldığı yerin mərkəzindən cəmi 3 kilometr məsafədə idi. Partlayış onun qulaq pərdələrini partlatdı. Onu müvəqqəti kor etdi və bədəninin sol tərəfini yandırdı. O, dəhşətli gecədən sağ çıxdı və səhəri gün yaralı halda evə, ailəsinin yanına qayıtmaq üçün qatara mindi. Onun evi harada idi? Əlbəttə ki, Nagasakidə. 9 avqust 1945-ci il o, yanıqlarına baxmayaraq işə getmişdi və ofisdə müdirinə Hiroşimadakı partlayışdan danışırdı. O, bir bomba bütün şəhəri məhv etdi deyəndə müdiri onun dəli olduğunu düşündü. Məhz həmin an ikinci bomba, Fatman, Nagasakiyə atıldı. Möcüzə nəticəsində o, bu partlayışdan da sağ çıxdı. Yamaguchi radiasiyanın təsirlərinə baxmayaraq uzun ömür sürdü və 93 yaşında dünyasını dəyişdi. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.